həyatını məhv edə biləcək qərarları niyə bir neçə saniyə ərzində verirsən? Çünki insan beyni gələcəklə indiki anı eyni dəyərdə görmür. Psixologiyada buna present bias deyilir. Yəni indiki anın üstün tutulmağı. Təsəvvür et ki, səni iki seçim qarşısında qoyuram. Ya indi $50 verirəm sənə, ya da bir ay gözlə $70. Hansını seçərdin? Əminəm ki, insanların əksəriyyəti indi verilən $50 seçəcək. Gəl indi eyni məntiqi gələcəyə aparaq. Sənə bir il sonra $50 verirəm desəm qəbul edərsən, yoxsa bir il, bir ay sonra $70 seçərsən? Bu dəfə bir ay gözləmək çox da çətin görünmür məncə. Bax, maraqlısı budur ki, hər iki təklifimdə də gözləmə müddəti bir aydır. Yəni dəyişən zaman deyil. Dəyişən sadəcə indinin oyuna daxil olmağıdır. Mükafat əlçatan olanda onun subyektiv dəyəri gözümüzdə daha da yüksəlir. Emosional həyəcan da işə qarışanda sakit vəziyyətdə özümüzə verdiyimiz sözləri pozmaq daha da asanlaşır. Axşam yatanda deyirsən ki, vəssalam, sabahdan pəhrizə başlayıram, amma sabah dadlı yemək qarşına qoyulanda pəhrizi unudursan. Ya da bu pulu xərcləməyəcəm deyirsən, amma sevdiyin bir şey qarşına çıxanda onu mütləq alırsan. Çünki sən həmin anda gələcəyi seçmirsən. İndiki emosiyalarını sakitləşdirməyi seçirsən. Özünü idarə isə burada başlayır. İndi hal-hazırda istədiyin şeylə həqiqətən istədiyin həyat arasındakı seçimi düzgün eləməkdə.